Həminize salam dostlar, mən Harun Mürsəlli. Bugün sizlərlə bir yerdə Granny videosunun part 7-ci bölümünü çəkirəm dostlar. Granny videosu 7 bölümdür gedir və Granny'də bu dəfə dəyişiklik olaraq Granny'yə yeni güncəlləmə gəldi. Bu güncəlləmə isə qrafiklər dəyişildi dostlar. Bu güncəlləmə mən videomu paylaşan günü gəldi dostlar. Kanalıma Granny 6-cı bölümü çəkəndə kanalıma belə bir video gəldi. Güncəlləmə çox xırda bir güncəlləmədir. Gördüyünüz kimi qrafiklər dəyişib. Sadəcə bu qədər yəni dostlar. Qrafiklər dəyişilib. Onun dışında da heç bir şey yoxdur. Sadəcə qrafik yenilənmə falan. Gördüyünüz kimi bu adamda da koftası falan biraz düzəlibdi, təmizlənibdi, kir içində idi. Qrafiklər dediyim kimi biraz dəyişilibdi. Güncəlləmə bundan ibarətdir dostlar. Gördüyünüz kimi bu oyundakı açar belə parıldayır. Yəni güncəlləmə bu yəni belə bir güncəlləmədir. Çox uzatmadan aşağıdan kanalıma like atıb abunə olmayı unutmayın dostlar. Belə videoların davamının gəlməsi isə abunə olub like atın. İndi də çox uzatmıram. Aşağı düşürəm buradan qaçmaq üçün. Bizə daha doğrusu mən qapıdan qaçacağam. Qoy bunlar gəlsin. Deməli gəlsin. Yuxarı çıxmalıyam mən, yuxarı çıxmalıyam. Onun üçün gözləməliyəm bu geçsin. Bura bir dəfə bassam yox, bu gəlir hətta. Bura gəldi. Dostlar gördüyünüz kimi belə bir güncəlləməmiz var. Çox xırda bir güncəlləmədir. Gördüyünüz kimi əşyalar belə görünür qıraqdan. İnşallah bizi görməz. Dostlar, mənim kanalımda Granny'də 3-4 gün qabaq paylaşmışdım. Amma həqiqətən Granny videosu 10 nəfər baxıb. Yəni bu çox az deməkdir. 10 nəfər. 10 nəfər dəhşət azdır. Ona görə də dostlar nə edirik? Granny videolara like atıb abunə oluruq. Yəni heç Granny videoma 5 like yoxdur. Sadəcə bir dənə Granny videoma 300-dən çox baxış gəlmişdi. Ondan bəri də tabi baxış çıxa bilmirik. Nəysə. Deməli inşallah burada heç kim olmaz. İnşallah indi deməli buranı basıram. Dostlar, amma bura çox qaranlıq olubdu. Bura qaranlıq idi. Məsələn, güncəlləmə gəlmədən qabaq kanalımdakı əvvəlki videolarda bura məsələn aydınlıq idi. Gördüyünüz kimi qrafiklər sadəcə dəyişib. Qrafiklərin dışında da heç bir güncəlləmə yoxdur dostlar. Yaxında da Granny dərsəm Granny fərq edib ki, güncəllənmir oyun artıq. Yeni bir güncəlləmə üçün qrafiklər dəyişdirmə oyuna gətiribdi. Yenə də yaxşıdır. Pis deyil, amma daha da belə bir güncəlləmə. Məsələn, oyuna lift gəlsə yaxşı olar, lift. Məsələn, Granny 1-dəsi kimi lift olsa və ya 1 və 2 seçim olsa sandıq qutusu. Bu arada dostlar, Granny 2-nin davamı, Granny 1-in davamı gəlsinmi, Granny 1 gəlsinmi onu yorumlarda yazın dostlar. Onu da yorumlarda yazın. Çünki mən 1 ay qabaq paylaşmışdım mayın 1-də, amma onu izləmə gəlməmişdi. Amma artıq Granny 1 videoları gəlsinmi, onu da yorumlarda yazın dostlar özünüz. Neyse, buranı açaq. Deməli, qapının tokunu kəsdik. Bir dənə qaldı nə? Pablo K. Mən qapıdan qaçacağım dostlar bu arada. Deməli, mən qapıdan qaçacağım dostlar, xəbəriniz olsun. Yəni qrafiklər dışında heç bir güncəlləmə yoxdur, amma böyük bir güncəlləmə gətirsələrdi oyuna yaxşı olardı. Yəni Granny'də hələ ki bu qədərdir güncəlləmələr. Nəsə, indi açar götürürəm. İnşallah ki Pablo K və ya Door Handle çıxar. Çəkil. İnşallah ki yaxşı şeylər çıxar. Biz gelib yaratığın yerini açmalıyıq. Birinci buranı açaq hələ, görək buradan nə çıxır. Buradan Safe Key çıxdı. Safe Key götürürük, yuxarı qalxırıq. Baxın bura. Rol çıxdı. Rol lazım deyil. Başqa şeye baxırıq. Duct tape də lazım deyil bizə. Dostlar, bu arada bu yeni güncəlləmədə bu arada bir şey də var. İndi ağlıma gəldi. Normalda buradan aşağı düşəndə ayağımız sınırdı. Yəni ayağa düşüb qalxırdıq. Amma bu yeni güncəlləmədə əvvəlki videolarıma baxın dostlar. Baxın, yeni güncəlləmədə artıq elə bir şey yoxdur. Yəni bunu oyundan qaldırıblar. Yəni bu arada dostlar, mən sadəcə bəzi adamları bu güncəlləmə gəlbir. Çünki mən qardaşımın telefonunda girdim, oynadım. Qardaşımın telefonunda bu güncəlləmə yox idi məsələn. Görəm bir dənə məndəmi belə deyil. Məncə çox az kişiyə belədir. Neysə, bilmirəm.
Amma bu olay yaxşı olubdu. Dəqiqədə bir kanalımdakı videolara baxın dostlar. Dəqiqədə bir yıxılırdım. Hətta onun üstündə də ölmüşlüyüm var dərsən. Granny mənə gələnə qədər mən ayağa qalxan qədər ölürdüm. Yəni bunun düzəltmələri yaxşı oldu və bir də ki dostlar və buranı açıblar. Daha doğrusu burada heç yox idi, görünmürdü və burada ulduzlar var dostlar gördüyünüz kimi. Hətta ay da var. İndi görürəm. Ayı mən hətta indi görürəm. Oyda. Gördüyünüz kimi bura ay qoyublar, ulduzlar falan var. Buranı açıblar. Yəni belə əvvəlki videolarda belə şey yox idi. Bu da çox gözəl olubdu. Suyun rəngi hələ də eynidir. Yəni bu oyuna ay gətirmələri nəyə desən dəyər. Mənim çox xoşuma gəldi dostlar. Ay da var, ulduzlar da var. Elə bir ki bura həyətdə, elə bir ki evindən həyətə çıxmış kimidir. Yəni çox superdir. Yenə deyirəm bu güncəlləmə böyük güncəlləmə deyil, amma ki idarə edir, yəni yaxşı bir güncəlləmədir. Yaxşıdır, mən sevdim. Demə bomba yanımıza indi bunu öldürməliyik. Bunu öldürək. Getmə, amma ölməli. Ölmədi, bu ölməlidir. Bu ölməsə... Ay Allah, ölmədi. İnşallah Granny dirilməz, dirilmədi də. Tez bombanı götürək, bunu öldürməliyik dostlar. Bunu öldürməliyik. Ha, indi öləcək. Baxın dostlar, indi ölməlidir. Aha, diriliblər. Allah ki, diriliblər. Vallahi diriliblər. Mahnını eşitdim. Grandpa niyə yoxdur? Mən axı biraz narahat oldum. Ha, gəldi. Deməli dostlar, bizim silahımız hardaydı? Biz bunlar nə ilə vurmuşduq? Dedim ki, şatqan var. Şatqanı tez götürək, valla. Şatqanı götürək, tez gülə dolduraq. Videonu qısa eləmək istəyirəm, uzatmaq istəmirəm. Heç uzatma havamındadır deyirəm, çünki videolarım dəhşət çox az izlənir. Ona görə də videoları qısa eləyəcəm. Çalışdım, əlimdən gələnə qədər videoları qısa eləməliyim. Ona görə də tez işimizi Granny oyunu qurtarmalıyıq. Tez ol. İndi girək bura baxaq. Girdik bura, crowbar var. Crowbar qapıdan qaçmamız üçün xeyirdir. Niyə olmasın? Gedək. Deməli, buranın taxtaları qıraq. Gördüyünüz kimi dostlar, bura ışıq gəlibdi. Baxın. İnşallah bu güncəlləməni siz də bəyənərsiniz dostlar. Mən bəyəndim, çox gözəl güncəlləmə olubdu. Burada şok silahı çıxdı. Şok silahı da yaxşıdır. Yəni o da pis deyil əslində. O da pis deyil. Yuxarı çıxaq təzədən. Deməli bizə nə lazımdır? Door handle dərsən tapmışıq. Ha, door handle tapmışıq. Public key lazımdır bizə. Bir dənə də ki witch handle lazımdır. Witch handle da tapdı, hunt wheel da tapdı. Witch handle neymiş? Deməli dostlar, public key'in hardan çıxacağını da mən bilirəm. O qutunun içindən. Ona görə də şok silahımızı götürürük, qaçını götürürük, yatar. Deməli tez gedək buranı da açaq. Bir dənə public key'imiz çatmır. Public key'lə də açdığımız zaman da oyun bitir avtomatik olaraq. Və bu qədər. Dostlar bu arada iyun ayına girmişik və artıq iyun ayına girdiyimiz, yəni yay gəlir dostlar. Yayda nə videosu? Demək olar ki yaydır. Yəni indi yaydır dostlar. Sizcə bu yay boyu mən nə videoları paylaşım? Yorumlarda yazın dostlar. Nə videoları paylaşmamı istəyirsə yorumlarda yazın. Bir-iki dənə ağımda var. Gerçək həyat videoları paylaşmaq istəyirəm. O da video paylaşmaq istəyirəm. O da shorts videosu yox, amma video. Məsələn, velosiped videosu paylaşmaq istəyirəm. Velosiped sürdüm, küçədə velosiped sürdüm falan. Belə bir videolar paylaşmaq istəyirəm. Yəni dostlarımla bir yerdə velosiped sürdüm. Yəni bunları paylaşmaq istəyirəm. Sizcə paylaşımı sizin izləyəcəyiniz bir videoları yorumlarda yazsanız sevinərəm. Yəni artıq yaydı. Biz bu Granny'yə qışda başlamışdıq. Yəni yazda başlamışdıq. Mart ayının 26-sında və indi iyunun 4-üdür. Yəni iyun ayındayıq. Oyda həqiqətən vaxt çox tez gedir. Həqiqətən dostlar. Vaxt uçur. Çox tez gedir və biz də Granny'dən qaçdıq. Biz də Granny'dən çox tez getdik. Oyda, inanmazdım mən bu qədər Granny'ni davam etdirəcəm. Martdan başladım. Mart, aprel, may, iyun. 4 aydır bu video, 4 aydır Granny gedir dostlar. Və Granny 2-dən, qapıdan, yeni modda qapıdan qaçdım dostlar. Aşağıdan kanalıma abunə olub like atın dostlar.
iyun ayında başqa hansı videolar gəlməni istəyirsinizsə yorumlarda yazın dostlar. Sağ olun, salamat qalın. Sağ olun.